Salam əziz və hörmətli dostlar ki, bu videonu görəcəksiniz. Hər zaman görürsünüz ya onlayn olacaqsınız, canlı görəcəksiniz. Bu günləri bəllidir ki, başım çox şuluq olacaq. Onun üçün indi vaxtım vardı. Bir səfər kitab oxuyayım və sonra işə başlayayım. Ərz eləyim xidmətinizə ki, Türklüyün əsasları adlı kitabı oxuruq və yazarımız Ziya Gökalpıdır. 69-cu səhifəni oxuruq. Dünənləri türkçülükdən danışdıq və türkçülüyün ən son zamanlar, ən son sətirlərdə, yəni türkçü nədir, nə deyil, Türkiyədə türkçülük nə vəziyyətdədir, ondan danışırdı. İndi deyir, görünür ki, türkçülərin kültür dedikləri şey nə fransızların kültürü, nə də almanların kulturudur. Bəs deyir ki, görünür ki, yəni nəticə budur ki, türkçülərin, yəni feylən ki, biz İranda türkçü görmürük, yəni üst-üstə olsa da barmaq sayı, iki əlin barmaq sayı qədər türkçü ola bilər İranda yaşayan türklərin içində. Onlar da bir dəstədə xaricədədir. Amma çox azdır, mənzurum yəni azdır, demirəm də ki, yoxdur, amma çox azdır, türkçü deyirlər. Türkçülərin kültür dedikləri şey, nə fransəlilərin, fransızların, yəni fransəlilərin kültürü, yəni onlar kültür deyirdilər də, iki anlamda oldu bəs onların kültürü. Bir milli kültür anlamında oldu, bir də o adamlar ki, yuxarı səviyyədə təhsilatları vardı, multicultural yaşlılar və seçicidirlər. Bu üç dana xüsusiyyətlə buna deyil təhzib. İndi deyir ki, nə də almanlıların kulturudur. Elə ikisi də kültür yazılır. Biri kültür oxunur, biri kultur oxunur. Fərqi odur, heç fərqi yoxdur. Fransızlara görə fransız kültürü ötədən bəri yalnız ədəbi gücü ilə universal bir təhzib nitəliyini qazanmışdır. Fransızlara görə, yəni fransəlilərin özlərinin düşündüyünə əsasən baxaraq, fransızlara görə fransız kültürü, fransənilərin kültürü ötədən bəri, ötədən bəri yəni indiyə qədər, bəri yəni mənə tərəf. Biz indi harda durmuşuq, zamanda harda durmuşuq, ona bəri deyir. Makanda da işlənir. Bəri gəl, yəni mənə tərəf gəl. Bəri gəl, yəni mənə tərəf gəl. Ötədən bəri, yəni geçmişdən bizə tərəf, indiyə qədər. Yalnız ədəbi gücü ilə təhcə, fransız dilinin ədəbi gücü ilə universal bir təhzib nitəliyini qazanmışdır. Universal, yəni cahanşumul. Universal, kürəsəl. Bir təhzib nitəliyini, təhzib dedikdə, indi biraz öncə də işarə elədim ki, yuxarı səviyyədə savad, international, multicultural və uluslararası yaxın, millətlər arası şeylər və seçici onlardan. Bu, deyir ki, ədəbiyyatının gücünə beləsi olubdur və bu şey qazanıbdır. Almanlara görə güya Alman kültürü də orduları yeniləşməmiş olsaydı, əskeri və ekonomik qüvvətləri ilə bütün dünyaya əgəmən olacaqdı. Deyir ki, 100 il bundan qabağın sözləridir bunlar. İndi bu sözlər o qədər ciddi alına bilməz. Məsələn, İngilis dili Fransa dilin keçiddir. Rus dili güclü bir ədəbi vəziyyəti varmış və var. Çin dili əcibə inkişaf edir, çox güclü. Japon daha belə. Hətta bir zaman deyirdilər ki, Japon və Çin dili kompüter dili ola bilməz.
və ya insanlar ondan yavaş öyrənərlər, ya öyrənənməzlər. Amma bu gün görürük ki, həm kompüter dilidirlər, həm insanlar, milyardlar insan bu neçə məmləkətdə bu dilinə, əlifba ilə öyrənirlər. Pəs bu ona hər halda Almanlılara görə, yəni Almanlıların düşüncəsinə görə güya Alman, güya farszadır. Elə bil Alman kültürü də orduları yenilməmiş olsaydı, deyir, əgər onların, Almanların orduları Birinci Dünya Savaşında yenildi, ikincisində də yenildi. Bu ikincisindən öncə yazdığı üçün kitabı. Biz onu görmürük. Deyir ki, orduları, yəni silahlı qüvvələri yenilməmiş olsaydı, yenilmək deyir, şikəst yemiş, sınmamış olsaydı, əskeri və ekonomik qüvvətləri ilə bütün dünyaya əgəmən. Əskər yəni sərbazlar, dərəcədarlar, kadr. Əskər yəni Niruy Nizaminin insanları, beləsi deyək. Silahlı qüvvənin insanlarına əskər deyilir. Hangi dərəcədə olur olsun. Ekonomik qüvvətləri, yəni iqtisad gücləri. Yəni iki dana gücü var Almanın deyir. Biri ordu, biri ekonomi. O 100 il bundan qabaq ki, Birinci Dünya Savaşında sınmışdı. Osmanlı da sındı. Osmanlı ilə birləşmişdilər və Osmanlı dağıldı, getdi. Alman dağılmadı, qaldı. Biz bunu gərək axtaraq. Nəcür oldu ki, Almanlılar qaldılar, amma savaşda başlayan onlardı. Amma Şərqin imperatorluqları, Şərqin İslam şərqi deyək, Doğu imperatorluqları, İslam imperatorluqları dağıldı, getdi. Həm Qacar dağıldı, getdi, həm Osmanlı dağıldı, getdi. Bu sual bizə daimi sual olmalıdır. Nədən Avropa imperatorluqları qaldı? Amma bizimkilər oradan getdi. Bu sorunu daimən soruşub və cavab axtarmalıyıq. Pəs deyir, əgər orduları və iqtisadı aradan getməsəydi, dünyanın əgəmən olacağı idi. Dünyada, bütün dünyaya, yəni dünya, yer kürəsinin hər yerində əgəmən, hakim, hegemon deyirlər ingiliscə, həmin hegemon, indi İranda da hegemon deyirlər. O sözün türkçələşmişidir. Latinlə gəldiyi üçün elə latincəsini işlədir, əgəmən olacaqdır. Türk kültürünün etkinlikliyi bunlar kimi pasif deyil, aktifdir. Deyir, Türkün kültürü etkinliyi, təsiri, əsər quzarisi farsça deyirlər də, farsça deyil, əsər quzari, əsər farsça, ərəbcədir, quzari, türkçədir, əsər quzari. Türk kültürünün etkinliyi, təsir qoyması bunlar kimi pasif. Pasif latincədən gəlmədi. Pasiv yəni münfəil deyil. Aktiv. Aktiv yenə də latincə gəlmədi. Çünki bunların muadili bizim içində var. Bilmirəm niyə işlədib. Bu cür deyil ki, olmasın. Aktivdir. Yəni aktiv, fəal, çalışqan. Deyir ki, onların ki, indi burada bilmirəm bunun, gərək görək ki, sonra nə cür açıqlayacaq. Deyir ki, Fransənin kültürü dil, ədəbiyyat gücü iləndir. Almanın gücü ekonomi və əskərlərin, ordusunun gücü iləndir. Deyir, Türk kültürü belə deyil. Onlar kimi pasif deyil. Pasif bir tərəfdən də bunu deyək. Dedim da, münfəil, yəni təsir alıcı. Nəcür indigenlə bu? Hətta alıcı desək daha yaxşıdır. Təsirdən də yaxşıdır. Alıcı. Aktiv, bəlkə aktivdir, yəni vericidir, fəal. İndi görək ki, bu nə cürdür? Yəni, alıcı deyil, vericidir, ya çalışqandır, nə cürdür? Çünki ədəbiyyat orada çalışqandır. Pasif mən burasını görmürəm. Nədir ola bilər pasif olsun? İndi görək nə deyir?
Ha belə iqtisadla ordu da görür ki, bunlar alıcı deyirlər. Yəni çox güclü bir şeydir. Biz milli kültürümüzü yalnız öz zövqümüz üçün, özümüz dadına varmaq üçün yapacağıq. İndi istir o pasif olmamasın, alıcı olmamasın, verici ya fəal olan şəklin açıqlasın. Deyir ki, biz milli kültürümüzü, biz özümüz, yəni biz özümüz türklər, milli kültürümüzü yalnız öz zövqümüz, mən dünənləri də işarə elədim. Zövq deyəndə fəqət dildən gedənlər deyil ki, ağızdan geçsin. Yox. Zövq, göz zövqü var, qulaq zövqü var, musiqi məsələn. Oxumaq zövqü var, kitab. Film zövqü dedik, görmək zövqü, film zövqü, hünər zövqü, bunlar zövqüdürlər. Və ağız zövqü, yəni biz danışmaq zövqü var insanda. Hər adam yaxşı danışa bilməz, bəzi adamlar çox əcib danışarlar. O da bir zövqüdür. Biz yalnız öz zövqümüz üçün, özümüz dadına varmaq üçün yapacağıq. Deyir, biz öz kültürümüzü özümüz dadına varmaq üçün, dadına yetişmək üçün, yəni onun dadının kökünə, beləsi istir desin, onun ləzzətinə, onun kefinə yetişmək üçün özümüz bu kültürü yapacağıq. Yəni, yapacağıq deyir, yapacağıq, yəni hamımız yapacağıq, amma yapmaq, yəni əməl eləmək, yetirmək. Yəni, budur ki, indiyəcən yapmamışıq, gələcəkdə yapacağıq, gələcəkdir, bu gələcəyə bir işarədir. Geçəcək üzərinə deyir, onlar geçəcəkdadırlar. Yəni, Fransa kültürü, Alman kültürü geçəcəkdir. Amma bizim indi deyir, yapacağıq. Başqa millətlər də ondan lutilərin, farerlərin yaptığı kimi ara sıra dadaraq ləzzət apara bilir. Deyir, başqa millətlər də, ayrı millətlər də bizim kültürümüzdən ad gətirir. Məsələn, Louis kimi adamlar, lutilər. Luti bir adamın adıdır. Loti yazılır. Fransızcədir. Loti oxunmalıdır ehtimalən. Pire Loti. Bu Fransa olmalıdır. Ona tay adamlar. Farer, Ferrer. Əgər Almanlı olsa Frere. Hər halda deyir ki, yaptığı kimi, bunlar gördükləri işlərə tay, ara sıra, yəni hərdən bir, ara sıra hərdən bir. Məsələn, dişlər düşür ha, biri həmdi yox, ona deyirlər ara sıra. Ara sıra, yəni hərdən bir, dadaraq ləzzət ola bilir. O birisi millətlər də dadaraq, bizim kültürümüzü dadaraq, dedim, tamam zövqları ilə, hissləri ilə alaraq, ləzzət apara bilər, yəni keyfini çəkə bilər. Necə ki, biz də fransız, İngiliz, Alman, Rus, İtalyan millətlərinin kültürlərindən ara sıra zövq alırıq və alacağıq. Deyir, necə ki, biz də, türklər yəni, ara sıra, hərdən bir, Fransəlilərin, İngilizlərin, Fransəlilər, İngilislər, Alman, Rus, İtalyan, İtalyalıların kültürlərindən zövq alırıq, ləzzət, keyf alırıq və alacağıq. Gələcəkdə də bu olacaqdır. Fəqət bundan sonra bu şeydən sonra bu zövq alışımız heç bir zaman egzotizmin sınırını aşmayacaqdır. Deyir ki, fəqət təkcə bu şərtinə, bundan sonra, yəni bu şərt ilə və buradan bu üzə. Yəni, niyə buradan bu üzə deyir? Çünki qabaqcın dedi ki, Osmanlı dövrəsində biz çox xaricilərin, farslardan və İngilizlərdən, o birisi millətlərdən, yəni Urpalılardan alırdıq və ucursu görsənməyi istirdik. İndi onu deyir ki, mən itirdim. Bəli, deyir ki, bu zövq bundan sonra, yəni indiki Türkiyə Cumhuriyyəti qurulubdur və Osmanlı dövrəsi keçibdir, türkçülük cərəyana düşübdür. Bundan sonra
Bu zövq alışımız, o alışmaq adət eləmək. Ərəbcə adət sözünün ki, farsca müadili yoxdur, olsa da bilmirəm. Adət sözünün müqabili alışmaqdır, türkcəsi. Alışımız, yəni bizim adət etdiyimiz zövq, bu zövq alışımız heç bir zaman egzotizmin sınırını aşmayacaqdır. Egzotizmin sınırını, sərhəddini aşmayacaq. Egzotizm görək, dostumuz nə yazıbdır? Ona bir baxaq. Biz 69-u baxırıq, 113-ə. Egzotizm. Görək bunu tərcümə eləyibdir, yoxsa elə o latincəsindən istəyir bir şey desin. Egzotizm. Təəssüflə tərcümə eləməyibdir. Mən istəyəm buna baxam, interneti buradan. Tamam, indi mən burada bir egzotizmi görüm ki, İngilis dilində nə yazır. Egzotizm zahirən egzotizmodan gəlir və o da existus latincədən. Görək ki, həyəcan gərək ola, mən fikirlərim həyəcan olacaqdır. Exotism is a trend in Europe art and design whereby artists become fascinated with ideas and həyəcan olacaq, bəli, həyəcana gəlir exotism. Is a trend in Europe. Getdi bu şeyə gətirdi. Cəmamən İspanyol dilində gətirdi. Zahirən İspaniya dilindən gəlibdir bu. Mən kompüterim hər şeyi bağladı. Və burada exotic deyir ki, İngiliscədə bu exotic deyilir. In a characteristic of a distant foreign country. Different someone or something that is foreign. Exotiki burada deyib ki, exit kimi gətirib, yəni xarici. Deyir ki, xarici bir şey olaraq ondan ləzzət aparmamız. Mən genəllə dedim, o həyəcan məsələsi mənə gəlir. Amma indi kitabımız da bağlandı, getdi. Onu tapmaq biraz sürəcəkdir. Tamam.
69-cu səhifəyə gələcəyik. Tamam. Gəldik. Hər halda çox önəm daşımır. Deyir ki, ara sıra zövq alacağıq. Fəqət bundan sonra bu zövq alışımız heç bir zaman egzotizmin sınırını aşmayacaqdır. Həyəcan məncə olur. Yəni bunlar latincədən gəlmədi. Latindən aldığı üçün bu xarici ölkə anlamını verir buna. Ya xarici bir adam verir. Deyir ki, egzoto odur. Bu da yəni xarici bir şeydən ləzzət aparmaq bunu aşmayacaqdır. Yəni ondan izafə getməyəcək o yüzden. Yəni biz onu milliləşdirməyəcəyik. Bizcə fransızlara, İngilizlərə, almanlara, ruslara, italyanlara aid gözəlliklər ancaq egzotik gözəlliklər ola bilir. Bizcə, yəni türkçülərin əsasına, baxışına görə Fransalilərin, İngilislərin, Almanların, Rusların, İtalyalıların ya İtalyalara aid gözəlliklər, yəni onlara o gözəlliklər ki, onlarda var, ancaq egzotik dedim, həyəcan və ya xarici bir gözəllik ola bilər. Bizim üçün xarici gözəllik deyil, bizdən biganədir olar bizim üçün, amma həyəcan yarada bilər bizim üçün. Məsələn, musiqiləri, sineması, ədəbiyyatı, hər şey, yəni biz onlardan bir ləzzət apara bilirik. Bu gözəllikləri sevməklə bərabər heç bir zaman gönlümüzü onlara verməyəcəyik. Gönlümüzü onlara qapdırmayacaq. Bu, onların gözəlliklərini sevməklə bərabər gönlümüzü onlara heç zaman verməyəcək. Yəni, qapdırmayacaq özümüzü onlara. Bu bir dana bir şeydir. İnsan birini sevəndə ya bir şeyi sevəndə ona bənzəməyə çalışar. Bunun klasik ədəbiyyatda, farsların ədəbiyyatında Şeyx-i Kənanı görürük. Şeyx-i Kənan təqlidin yap belə, eksotikin yap belə, ya özün xudbaxtigi yap belə başında gəlir. Əlbəttə bunu az çoxumuz təcrübə etmiş ola bilərik. Mən təcrübə etmişəm. İnsan birini ki sevir. Bilirsiniz, Şeyx Kənan bir qızı sevir. Bilmirəm siz Yahudidir ya Məsihidir. Hər halda bir şeydir. Və o zamanki İslam imperatorluğunda hər kəsən öz milli paltarını giyərdi. Dini paltarını giyərdi. Bir-birlərini tanısınlar insanlar. Bu kimdir gələn? Hər kəs elə məsələn, müsəlman adına, türk adına küçədə getməsin. Onun üçün onlar, məsələn, paltarları bilirsiniz, bunların keşişlərinin ya o kənisədə işləyənlərin paltarları fərqlidir. Böyükləri fərqlidir, bəzisi, nə bilim, kəmərinə bir şey bağlır, bəzisi boynuna bir zəncir salır, hərəsi bir şey. Və Şeyx Kənan bir qıza aşıq olur, indi ya Məsihidir, ya Yahudidir. O qız da cavandır, bu da qocadır. Bizdə də belə bir şey var. Yəni, deyib ki, əgər qoca aşıq olsa, rusvalıq gətirər, odur. Gedir qıza, dədənənəsinə yalvarır, vermirlər. Şərti bu olur ki, bu Məsihi olsun, ya Yahudi olsun, dinin çevirir. Yahudi ki, ola bilməz, Məsihi olmalıdır. Çünki din çevirməklə qəbul etməzlər Yahudilər. Dinin çevirir və deyir ki, yox, bununla da olmaz. Gərək nə olsun? Deyir, gərək şey olsun. Sən bizim nişanlarımızı üstündə daşıyasan. Şeyx Kənan gəlir və o paltarı giyir və o kəmərinə bağladığın bağlır və çöldə gedir. Bilmirəm, axirdə eşqinə yetişir ya yox, amma bu xudbaxtegi farsca dediklərinin şeydir, türkcəsidir. Nə mənə idi türkcəsi? Dedik ki, özünü onlara verməyəcək, ya qapdırmayacaqdır. Yəni, özünü onlara verməyəcəkdir. Fərzad bəy, dostum, çox cahilsiz, yəni. Bir şey deyəmirəm. Yəni,
İstəmirəm deyəndə. Əskikliğin bir həddi var. İnsan o həddi aşa bilər. Siz məndən danışa bilərsiniz. Hörmətlə və iki tərəfli hörmətlə. Amma sizin səlamınız, hətta PV-də də yazdınız, xüsusi də yazdınız, səlamınız tohinlə başladı. Və siz çox özünüzə əskiklətdiniz. Yəni əskik bir adamsınız əslində. Bu qədər deyim kafidir. Nə yazırsınız yazın, çünki mənə əhəmiyyəti yoxdur. Sizin iki cümlə yazdınız mənə, oradan bəlli oldu ki, çox əskik və aşağı bir şəxsiyyətiniz var və mən özümü sizin səviyyənizə gətirməyə endirmərəm. Nə yazırsınız yazın, geçsin. Tamam. İndi deyir ki, pəs, bu gözəllikləri sevməklə bərabər heç bir zaman gönlümüzü onlara verməyəcəyik. Biz o birisi millətlərin gözəlliklərini sevə bilərik, dillərini sevə bilirik, ədəbiyyatını sevə bilirik, hünərini sevə bilirik, iqtisadını sevə bilirik, əmniyyətlərin, azadlığın, demokrasisin, bunları sevə bilirik və almağa da çalışa bilirik. Yəni, bunlarda heç bir şey yoxdur. Amma özümüzü onların kültürlərinə qaptırmamaq deyir burada. Biz gönlümüzü əzəldən bəri milli kültürümüzə vermişik. Əzəl xilqət. Yəni, indi İslamda deyir ki, dinlərdə, İbrahimi dinlərdə deyir ki, Allah insanı xəlq eləyən, o olur əzəl. Hətta ondan qabaq da, yəni. Bir yol deyir, ərz eləyim xidmətinizə, bir də bu elmi şeylərdə Bing Bang var. Əlbəttə Bing Bang mən dedim, Allah teorisi kimi bir teoridir xilqət üçün. O da, necə Allahın dibi kökü bəlli deyir ki, bu hardan gəlibdir, nə cür gəlibdir, necə bu qudrətə sahib olubdur, yoxdan nə cür yaradıbdır. Bing Bang də dəqiqən o cürdür. Yəni Bing Bang də yoxluqda bir deyirlər ki, bir molekulu atomun milyardıda biri partlayıbdır. Bunu da mən geçən günlərdə oxudum. Və oradan bu inkişafdadır. O niyə partlayıbdır, hardan partlayıbdır, niyə günü-gündən çoxalır və o yoxluqdan nə cür bir maddə vücuda gətiribdir və o maddə əgər məsələn bir sellol qədər ya bir atom qədərdir, o nə cür milyardılar kəhkeşana çevrilibdir. Bunların hamısı soru. Yəni dedim, nağıldır, o da nağıldır, bu da nağıldır, ikisi də nağıldır. Deyir ki, əzəldən bəri, yəni o xilqətin əvvəlindən bəri milli kültürümüzə vermişik. Biz ürəyimizi fəqət milli kültürümüzə vermişik. Bizim üçün dünya gözəli milli kültürümüzün gözəlliyindən ibarətdir. Dünya gözəlliyi bizim üçün nədir? Bizim milli kültürümüzün gözəlliyi. Yəni bu qədər milli kültürümüzə aşiq olmalıyıq. Biz indi mütəəssifanə görürsünüz ki, dedim, fars ədəbiyyatına, fars dilinə, geçən yüzilin zorunda, rişvətində, əslində biz rişvət ilə fars dilinə aşiq olmuşuq. Məsələn, baxın, bayram, Novruz bayramı, məsələn deyək, il bayramı. Bu, bizdə o cür ki, farslarda var, yox idi. Amma geçən yüzildə rüşvət ilə və təbliğatla bunu gətiriblər yarır. Məsələn, baxın, rüşvət veriblər. Bayramda 15 gün tətilat. Böyük rüşvətli, heç kəs işləmir. İdarələrdə xüsusən. Tamam, bayramı əzizliyək, yalandan bayram da olmasa tutaq, biz bu 15 günü tətil olaq. Onun hüququnu alırdılar. Bu da ikinci rüşvətdir. Üçüncü rüşvət budur ki, bir dana da bayramlıq verirdilər. Yəni, dünyanın heç yerində bayramlıq yoxdur. Bunu sizə mən ərz edeyim. Mən indi Kanadada, Amerikada yaşıram. Bir-iki məmləkətdə də heç olmasa bir 7-8 məmləkətdə də müsafirət eləmişəm, az da olsa yaşamışam. Orada görmüşəm ki, bayramlıq yoxdur. Niyə? İnsanlar əvvələn tətil bir gündür. Diqqət buyurun, fərqi budur. Yəni, Məsihiyyət dünyasında Christmas deyil yox. O
Məsihin doğum günüdür məsələn. Bir dənə də New Year var. Yeni il. Yeni ildə fəqət o gecə ki şey olacaq, o günü ehtimalən %50 də sabahısı, yəni ayın 1-ci günün tətil elan elərlər. Ondan sonra tətil yoxdur. Rişvət yoxdur. Yəni burada Kristiyan olmaq üçün gələrlər, bir həftə tətil eləyirlər. İnsanlar da deyirlər, yox, tamam mən məsələn Məsih olmasa, məsələn bu məzayanı almaram. İranda dəqiqən bu rişvət üzündə gedibdir. Bəzi şeyləri yaradıblar Midyanın əli ilə və dövlətin nəf gücü ilə. İndi biz gönlümüzə əzəldən bəri milli kültürümüzə verəcək və vermişik. Gərək verək, yəni bu bizim hüviyyətimizdir. Hüviyyətimizi bu cürsü. Bizim üçün dünya gözəli milli kültürümüzdən milli kültürümüzün gözəlliyindən ibarətdir. Bəs dünya gözəlliyi bizim üçün milli kültür gözəlliyidir. Yəni o birislərin işi də gözəldir. Onlardan da ləzzət taparıq, egzotikdir, həyəcan vericidir, amma bizim deyil. Sonunda bizim deyil. Bunu da mən dəfələrcə demişəm. Hər şey ki deyək dünyanın ən gözəli, ən sərvətlisi hər şey var. O şey ki sənin deyil, ərzişi yoxdur. O şey ki sən ona malik ola bilməzsən, onun ərzişi yoxdur. Məsələn, deyək ki bir dünya gözəli bir uşaq var orada. Çox da gözəl. Sənə nə? Milyardolar dolar bankda pul var. Çox gözəl, sənə nə? Səninki yoxundur, sənə ki aid deyil. Onun üçün bunu siz oradan görün. Biz mədəniyyət, irfan, ekonomi və təhsib açılarından Avropa millətlərindən çox geri qalmış olduğumuzu inkar etmirik. Biz mütəəssifanə farslar və farspərəslər budur deyirlər. Biz, türklər, mədəniyyət dedik nədir? O şeylər ki, insan icad edir. Bir nəfərin ya bir qruhun əli ilə də idarə olur. Ona mədəniyyət deyilir. İrfan. İrfan əslində, dünən də işarə edim, bilmək, arif olmaq. Arif olmaq, yəni agah olmaq, xəbərdar olmaq. Bu, irfanın mənasıdır. Amma din anlamı gələndə bir şeydən ki, bilmirik nədir, ona agah olub adam. İrfan, ekonomi, iqtisad, təhzib, dedik, ruhu salimlətmək, pis şeylərdən arıtmaq. Açılarından, açı zaviyələrdən, yəni baxışlardan, bu baxışlardan, yəni saydı, mədəniyyət, irfan, ekonomi və təhsib açılarından Avropa millətlərindən çox geriyə qalmış olduğumuzu, çox geri, yəni dalı, farsça əqəb deyirlər, geriyə qalmış olduğumuzu inkar etmirik, danmırıq, inkar ərəbcədir, onu inkar etmirik, danmaq türkcəsidir. Geri qalmış türkcədir, əqəb mandeci farsça deyil, əqəb də ərəbcədir, onun şeyidir, farsda yoxdur, onun əqəbin fikirəm ki, pəs gərək işlənir, pəs mandeci işlənir. Və mədəniyyətcə onlara yetişmək üçün bütün gücümüzlə çalışacağıq. Deyir ki, indi burada bir dənə bir şey deyir. Deyir ki, biz Türkiyə Osmanlı dağılıb, torpaq aradan gedib, işğal olubdur bir çox yerlər gəlibdir, müstəmirə olub, Avropalıların müstəmirələri olubdur. İndi deyir ki, biz nə etməliyik? Türk olaraq. Deyir ki, onlara mədəniyyətdə, yəni elm o texnoloji, hünər, danışqa, dedik da elm o texnoloji. Bunlarda Avropalılara yetişmək üçün, bütün gücümüzlə çalışacağıq, yəni tamam zorumuzla. Gecə-gündüz çalışacağıq, fəqət kültür açısından heç bir milləti özümüzdən üstün görmürük. Deyir ki, biz bunlarda dalıyıq, tamam, texnolojidə, elmidə dalıyıq. Amma
Hətta hünərdə də dalıyıq. Amma fəqət ərəbcə sözdür. Onun türkçəsi ammadır. Amma kültür açısından, kültür baxışından, kültür sahəsində heç bir milləti özümüzdən üstün yəni bərtər, yuxarı. Üst yuxarıdır, üstün yuxarı olmaq. Üstün görmürük, yəni heç bir milləti özümüzdən yuxarı görmürük. Bizə görə Türk kültürü dünyaya gəlmiş və gələcək olanların ən gözəlidir. Biz bu inanca yetişməliyik. Biz bu inanca yetişməliyik ki, Türkün kültürü dünyanın həm buracan dünyaya gəlmiş, Türk kültürü dünyaya gəlmiş, bu günə qədər dünyaya gəlmiş və həm də gələcəkdə yaranan kültürlərin hamısından üstün və gözəldir. Bunu gərək bu inanca yetişək. Bu inanca yetişməsək biz türkçü deyilik, türk deyilik. Buna görə nə fransız kültürünün, nə də alman kültürünün təqlidçisi və uyruğu olmamıza imkan yoxdur. Buna görə ki, biz belə inansaq, ondan sonra biz təqlidçi olmarıq. Dedim, bunun tərsinə fars ədəbiyyatı, fars dili, fars kültürü, fars siyasəti, fars hüququ başdan dibə təqliddir. Hətta dini. Fars dini təqlid dindir. Şiəlik təqlid əsasındadır. Bunun üçün də görürsünüz ki, dində bir tazalıq yoxdur, düşüncədə tazalıq yoxdur, hüquqda tazalıq yoxdur, fəlsəfədə tazalıq yoxdur, elmidə və teknolojidə də tazalıq yoxdur Farsda. Niyə? Çünki təqlidçi bir millətdir. Yaradıcı bir millət deyil. Bunun da mən qabaqcanda demişəm, əsli səbəbi dildən gəlir. Bir dilin özünün yaradıcılıq gücü olmasa, o dil fikri qoymaz yaradıcı olsun. Çünki fikir ibarətli dildən, dil ibarətli fikirdən. Yəni siz dil ilə fikirləşirsiniz. Dildən xaric imkanı yoxdur fikirləşəsiniz. Bunun üçün əgər bir dil camid olursa, müqəllid olursa, o sizin zehninizi də, düşüncənizi də camid elər. Fars dili və fars insanı camid olubdur, müqəllid olubdur. Tamam sahələrdə, yəni siz teknolojidə də görürsünüz ki, bir tazalıq yoxdur. Elmidə görürsünüz, fəlsəfədə görürsünüz, hüquqda görürsünüz, ədəbiyyatda, musiqidə, hər şeydə bir dana tazalıq bu millətdə yoxdur. Keçən mən bir dəfə Cunas TV-də bunu bəlkə bir aydan çox vaxtımı apardı, təhqiq elədim və təhqiqimin sonucunda Cunas TV-dən elan elədim ki, Farsların geçən 1000 il ya 1400 ildə, çünki ondan qabaq hesabları yoxdur Farsların, yəni ondan öncəyə bir sətir bir şey yoxdur ki, deyək ki, bu bundan öncənin bir şeyidir. Və Farslar yazdığı tarixlər, yalan tarixlərə də inanmamalıyıq. Mən hesabladım ki, görək, bunların geçən 1000 ildə Fars millətindən ildə bir dana bunlar dünyaya roşənfik, ziyalı, bir xarqıladə bir insan veribdi. Bir istisnai, onlar sözləri deyirlər ki, istedadı istisnai, o cür bir şey veribdi. Mütəəssifanə şairlərin də qoysaq bir-birinin dibinə 1000 danıya çatmır. 200 neçə danıya çatır. Və yəni hər 4 ildə, 5 ildə bir dana, o halda ki, hər 100 insanla, hər 1000 insandan 15 danası normal vəziyyətdə gərək fövqəladə olsun. Çox tisuş deyirlər də, çox yuxarı bir şey olsun, yaradıcı bir insan olsun. Amma biz bunu görürük ki, Fars ədəbiyyatında yoxdur, Fars tarixində yoxdur. Niyə yoxdur? Bunun səbəbini axtarmalıyıq. Səbəbi dildədir. Çünki, baxın, biz bir dana mərəzçilik epidemi düşsə, onu gərək axtarır ki, bu epidemiya hardan ola bilər, hardan ortaya gəlmiş ola bilər. Oradan bilirik ki, bu epidemi məsələn havadan ola bilər, hamı tuta bilir. Maskı vururuq ki, havadan tutmayaq, məsələn. Sudan ola bilər, çünki hamını içir. O da oradan ola bilər. İndi yemaqlardan ola bilər. Bir də bəzi şeylər yeyir, bir də yemir.
burada gərək görək ki, harda ola bilər. Geyəcəklərdən ola bilər. Bir şeylər, məsələn, geyəcəklə gələ bilər, paltarlarla gələ bilər. Onlara da baxarıq, görürük ki, hamı bir şey giymir. Ya bir zamanda giymir, bir zamanda almayıbdır. Bəs görürük ki, burada bir şeylər müştərəkdir, bir şeylər qeyri-müştərəkdir. İndi, əcəba, su İran deyilən topraqda sular aludədir? Nədən bu insanlar bu suyu içməyəndə, bu topraqdan çıxanda rüşd edirlər? Əcəba su insanın zehnin, məğzin, fikrin açır, yemək açır. Biz müştərək yeməklərimiz də o qədər yoxdur İranda. Və su qaynağı bir deyil. Yəni, deyək, əgər maddi tutsaq, qaynaq bir deyil. Məsələn, mən kətdə yaşıram, bir bulaq var, o birisi çaydan alır, o birisi quyudan çəkir, hərə bir yerdən Farsistanla Türkistanın, ya Ərəbistanın, ya Bəluçistanın da suyu bir deyil. Bəs burada bir şey müştərəkdir. Aha, eşiyə, İrandan eşiyə çıxanda da baxaq. Görək, İrandan eşikdəki millətlər. Biz türkləri görürük ki, çox əcibə fərqləşirlər. Ərəbləri görürük, fərqləşirlər. Bəluçları, türkəmənləri, qəşqayları görürük ki, çox gül açırlar. Amma farslara gələndə görürük ki, həman Xakəm Kəhəstən 50 il qalıbdır Amerikada, şah zamanından qalıb Amerikada, hətta şah zamanından qabaq da belə qalıb Amerikada. İndi demokrasinin mənasını bilmir. Burada bir irad var. Bu irad toprağa rəbti yoxdur, yeməğa rəbti yoxdur, içməğa rəbti yoxdur. Nədir? Dilədir. Dil pasifdir, dil alıcıdır, dil müqəlliddir. Dil müqəllid olduğu üçün onu danışan insanın da zehni müqəllid olur. Yaradıcı olmur. Yəni, ixtira və iktişaf fikri bu zehndə yoxdur. Bu Farsın və Farsçının bir mütəəssifanə və çox mütəəssifanə belə bir duruma gətirir. İndi ona görə burada yazıcımız deyir ki, fəqət kültür açısından heç bir milləti özümüzdən üstün görməyəcəyik. Bizə görə Türk kültürü dünyanın gəlmiş və gələcək olanların, yəni gələcək olan kültürlərin ən gözəlidir. Buna görə nə fransız kültürünün, nə Alman kültürünün təqlidçisi və uyruğu olmamıza imkan yoxdur. Deyir, buna görə ki, biz Türk kültürü yaradıcıdır. Bunu deyək. Bunu harada görürük? Lüğətlərində, fiillərində. Bunları orada da görürük. Sözündə. Sözü təəssübü yoxdur. Alır və eləyə bilir. Məsələn, indi bu kitaba baxırıq, görürük ki, lüğətləri eləyə bilir, alsın, mənimsəsin, onun, indi bunu tozih verəcəkdir. Çox gözəldir. Deyir ki, biz əgər bir lüğət, bir məfhum, bir düşüncə bizim dilimizdə yoxdursa, onu xaricədən aldığımız yerdə nə cür işlənilir, o cür almalıyıq. Onu dəyişdirməməliyik. İdeolojimizə görə, siyasətimizə görə, iqtisadımıza görə yox, dəyişdirməməliyik. Tamam. Buna görə fransız kültürünün, nə də Alman kültürünün təqlidçisi və uyruğu. Uyruq nə deməkdir? Quyruq. Quyruq. Məsələn, bir malın quyruğu var. Dalısıcan gedir, hər yerə getsə. Quyruq nə deməkdir? Məsələn, millət Alman milləti hara getsə, biz də onun dalıcan düşüb gedirik. Quyruq buna deməkdir. İndi biz bunu görürük ki, mütəəssifانə Fars milləti dəqiqən bu cür yaşır. Yəni, Amerikalılar nərə gedirsə, Avropalılar nərə gedirsə, bunlar da o yolu gedirlər. Biz onları da digər kültürlər kimi yalnız millətlərinə məxsus özəl kültür sayaraq və onlardan digər kültürlər kimi egzotik bir zövq ilə ləzzət alacağıq. Deyir ki, biz türklər onları, yəni hər bir kültür olur olsun, Alman olsun, Fransız olsun, İtalyan, hangi Rus olur olsun, Ərəb olur olsun, onları da digər kültürlər kimi, o birisi kültürlər kimi ki, adlarını çəkmədim, Japon kültürü kimi, məsələn, Meksik kültürü kimi, hər yer yalnız millətlərinə məxsus. Biz bunları biləcəyik ki, onların millətlərinə məxsusdur. Məxsus, yəni özəl kültürlər sayaraq. Biz onları öz millətlərinə məxsus, özəl, yəni onlara aid bir kültür sayacağıq, yəni bunu təsəvvür eləyəcəyik, qəbul eləyəcəyik və onlardan, yəni o kültürlərdən
digər kültürlər kimi, hər fars kültürü kimi, ərəb kültürü kimi egzotik bir zövq ilə ləzzət alacaq. Egzotik yəni dedim, bir həyəcan. Həyəcanlı bir ləzzət alacaq. Egzotik xarici bir həyəcan, yəni bir ləhzəlik. Mən bunu dünənləri də dedim ki, biz Kanadada yaşarkən görürük ki, burada məsələn patlaq, dünən adını deyə bilmədim, patlaq deyirik adına. Patlaqda məsələn görürsünüz ki, Məsihi var, erməni var, müsəlman var, türk var, ərəb var, kürd var, lor var, çilək var, Kanadalı var, Amerikalı var, Rus var, hamımız Hindili var, Çinli var, Japon, hər yerli yəni vardı. Və biz bunlardan o məclisdə ləzzət aparırıq. Onların yeməklərindən, məsələn, ya restoranlarına gedib, məsələn, onların yeməklərindən yeyirik, ləzzət aparırıq. Zahirən mənim üstümə işıq düşübdür, bilmirəm ki, orada necə görsənir, çünki mən kameranı görmürəm. Dostlar da bağışlarlar, əgər bir şey yazsalar görmürəm. Görünür ki, türkçülük bütün eşqi ilə yalnız öz orijinal kültürünə vurğun olmaqla bərabər şöven və bağnaz da deyildir. İndi burada bir görünür ki, yəni nəticə bu ki, türkçülük, yəni türk olan bir insan və türkçülüğa inanan bir insan bütün eşqi ilə, tamam eşqi ilə ki, eşqi də türkçülük olsun, yalnız təhcə orijinal, yəni orijinal, ingiliscəsi orijinaldır, orijinal latin dillərdən gəlmədir, saxlayırıq, yəni əsli, əsası, onun nə var, kültürünə vurğun olmaqla bərabər, özünün vaqei və düzgün kültürünə vurğun olmaq, biz deyərik, məsələn, filan kəsə vurulmuşam, yəni aşıq olmuşam. Bu eşq ərəbcədir, farscası yoxdur, calibdir. Önəmli kəlmələrin farscası yoxdur. Eşq ərəbcədir. Onun farscası yoxdur, olsa da bilmirəm. Onun türkcəsi vurğun olmaqdır. Vurulmaq, vurğun olmaqdır. Yəni, biz deyirik ki, mən filan şeyə vuruldum. Yəni, aşıq oldum. Vurğun olmaq, yəni aşıq olmaq. Vurğun, yəni eşq. Vurğun olmaqla bərabər, yəni eyni zamanda, o halda, şöven və bağnaz da deyildir. İndi bu şöven bilmirəm nədir, icazə buyurumunu baxaq. Görək ki, şöven, burada ki yazıbdır ya, şöven, bu nə deməkdir? Görək, gedək 113-cü səhifəyə. 113-də yoxdur, 112-yə də bir baxaq. Şöven, aşırı, şovenismidən gələcəkdir. Mən bunu hədsi vurdum, amma gələk buradan bunu gələk. Şöven, aşırı, aşırı yəni ifrati. İfrati kəlməsi ərəbcədir və onun türkcəsi aşırıdır. İndi mən görüm gəldim, səhifəmizi tapım. Okey, 69-a mən gələcəkdim. Deyir ki, kültürünə vurğun olmaqla bərabər öz kültürümüzə, əsil kültürümüzə, orijinal, əsil, təbii kültürümüzə vurğun olmaqla bərabər, yəni aşıq olmaqla eyni zamanda, şöven dedim mən, bu şovenist kəlməsindən gəlməlidir. Şöven almancadır. Yəni ifrati faşist olmaq, məsələn, bəziləri faşistdirlər və bağnaz da deyil. Bağnaz, yəni bağlı olan. Bağnaz, o bağ bilirsiniz, yəni bir şeyi ki, bir ayrı bir şeyi bağlar bir-birinə, ona deyilir bağ. Məsələn, tuman bağı, o bağdır, o tumanı bağlar bir-birinə. Ya bir dərizi, məsələn, bir dəstə iskinası bağlırıq, o bağdır. Bağnaz, yəni o şey ki, birinə bağlı qalmaq, vabəstə farsça,
vabəstə deyirlər. Vabəstənin türkçəsi olur bağnaz. Bağnaz da deyildir. Deyir ki, biz eyni halda bağlı da deyilik. Avropa mədəniyyəti tam və sistematik bir biçimdə almağa əzm etdiyi kimi heç bir millətin kültürünə qarşı yabancı qalma və küçümsəmə duyğusu da yoxdur. Deyir bizdə, yəni türklərdə, Avropa mədəniyyətini tam və sistematik, mədəniyyət dedik, yenə də deyirəm, o şey ki, tolid olur və müdiriyyət olur, ona deyirik mədəniyyət. Deyir ki, Avropa mədəniyyətini tam və sistematik, deyir, tamamən hər şeyin bir tam biçimdə, şəkildə, kamil almalıyıq. Kamil almağa əzmimiz var. Əzm yəni iradə. İradəmiz var. Əzm ərəbcədir və bunun türkçəsi iradə olacaqdır. İradəmiz var. Deyir, iradə etdiyimiz kimi, yəni iradə eləmişik ki, Avropanın mədəniyyətin tam şəkildə, kamil halda alaq. Heç bir millətin, deyir, onu aldığımız kimi, heç bir millətin kültürünə qarşı, heç bir millətin kültürünə müxalif, zidd, qarşı burada zidd. Zidd, yabancı qalmalı, biganə qalma və küçümsəmə duyğusu da yoxdur. Bizdə heç bir millətin kültürünə zidd olmaq, ondan yabancı qalmaq, yəni biganə qalmaq, tanımamaq, burada biganə qalmaq, yəni onu tanımamaq cəhdi bizdə yoxdur. Biz cəhd eləyəcək tanıyaq, yabancı qalma və küçümsəmə, yəni onu kiçik görmək. Küçük, kuçək sözü ki deyilir farsçada, türkçədən getmədi, küçümsəmə. Onun üzründə kuçəkin görürsünüz ki, farsda müştəqqatı yoxdur. Küçük, küçümsəmə, bunlar bizdə itin də adı küçükdür, görürsünüz, küçüklük üçün işlənir. Farsçada bu yoxdur, farsçaya gedibdir. Küçümsəmə duyğusu. Duyğusu yəni ehsas, içimizdə olan. Ehsas ərəbcə sözdür, onun farsçası yoxdur və türkçəsi duyğudur. Bizdə belə bir duyğu yoxdur, belə bir hissi yoxdur ki, nə ola? Bir millətin kültürün kiçikliyək, zidd olaq və onu tanımamağa cəhd eləyək. Belə bir şey deyir bizdə yoxdur. Bununla belə ki, istəyirik Avropanın da mədəniyyətin tam şəkildə alaq. Tamam. Əksinə ərəbcə sözdür, giribdir türkçəyə və farsçaya, yəni tərsinə, türkçəsi tərsinə. Hər şey ki, biz, məsələn, mən bu paltarı çıxadam, tərsəsinciyəm, buna deyərlər tərsinə, əksinə. Tərsinə bütün milli kültürlərə dəyər verir və sayğı duyar. Deyir, yəni biz bütün milli kültürlərin hamısına dəyər verərik, dəyər demək, ərziş, qiymət verərik, türkçəsi dəyərdir. Ərziş və qiymətin yerinə. Türkçədir. Və sayğı duyar. Sayğı, ehtiram kəlməsi ki, ərəbcədir, onun türkçəsi sayğıdır. Sayğı duyarıq, yəni hiss elərik. Sayğı qoyarıq, göstərərik. Duymaq, hiss eləməkdir. Biz bunu bəzən ruhumuzdan hiss elərik. O cümlədən biz bunun üçün deyirik, məsələn, türkçədə deyir ki, məsələn, mən səni duyurum, yəni səni eşidirəm qulağımla. Yenə hiss edirəm, yəni bunu alıram. Hətta bir çox kültür kötülüklərinə uğradığımız millətlərin belə politik qurumlarını sevməklə bərabər mədəni və kültürel əsərlərinə hayran fikir adamları ilə sənətçilərinə qarşı sayğılı olacağıq. Deyir, bununla belə ki, hətta, deyir, biraz da addımımızı irəli atırıq, deyir ki, hətta bir çox kötülüklərinə, bir millətlər deyir, bizə çox kötülük ediblər. Kötü demək, yəni pis işlərinə rağmen bizdə həm pis işlənir, həm kötü işlənir. Bunun ərəbcəsi, farsçası zeşdir. Zeştin yerinə işlənir kötü. Bədin yerinə işlənir. Bizdə bir çox, deyir ki, hətta bizə bir millətlər çox kötülük ediblər. Uğradığımıza, yəni bir millətlərin hətta, yəni onlar belə
kötülüklərinə uğradığımız, yəni onların zülmünə, sitəminə məruz qaldığımızdan dolayı onlardan acığımız gəlmək gərəkir deyir. Məsələn, farslar. Biz bunların kötülüyünə uğramışıq. Yəni, onların kötülüyünə məruz qalmışıq. Onlar kötülük işləyiblər bizim üstümüzdə. Belə bir millətlərin deyir, bununla belə politik qurumlarını, onların siyasi qurumlarını, qurum yəni təşkilatlar, sevməklə bərabər deyir, onların siyasi təşkilatları, məsələn, Amerikanı deyək, demokrasisin, parlamanın, hətta ordusun, bilirik ki, məsələn, türklərə çox zərər veribdir Amerika ordusu tarixdə, amma gözəl ordudur, yəni sistematik bir ordudur. Mədəni, onların teknolojisinin, döktürlərin, davasının, dərmanın, danışqahın, qanunun, parlamanın, əhzab-ı siyasisinin, formatin, bunları və kültürel şeylər, əsərlərinə hayran, onların kültürlər dedik nələrdən ibarətdir? Əxlaq, fəlsəfə, din, düşüncə, dil, 7 danadır. Mən indi 5-ini saya bildim ki, mən midyanı da ona əlavə elədim. Oldu 8 dana. Mədəni və kültürel əsərlərinə hayran, biz onların hayranıq. Yəni, məsələn, hünərlərinə bağən hayranıq. Dillərinin gücünə. İngilis dili bu günləri dünyada çox güclü bir dildir. Və əgər İrani qalsa bir gün ki, qalmayacaqdır, elmi və müştərək dili heç olmasa fars olmayacaqdır. Qətən yerinə elmi dillərdən biri geçməlidir. Mənliq olsa deyərəm ki, türk dili geçməlidir, amma hər halda ərəblər də var, dilləri çox güclü dildir və bəlkə 2 dil, milli dil olsa olmalıdır, orta dil olmalıdır, o da türklə ərəbdir, farsca yox. Bu da bir vaqiyyətdir ki, farslar çox əqəlliyyətdədirlər. Bir çox üstanlarda fars ünsürü yoxdur əslən. Fikir adamları ilə sənətçilərinə qarşı sayğılı olacaq. İndi deyir ki, bununla belə ki, bu adamlar bizə, yəni bəzi millətlər bizə kötülük eləyiblər. Bununla belə onların fikir adamlarına, yəni filsuflarına, düşüncələrinə, müəllimlərinə, ustad danışqahlarına, hünərməndilərinə, hər halda yəni fikir adamlarına, sənətçilərinə deyirik. Sənət ərəbcə sözdür. Farsda teknoloji anlamına gəlir. Türkdə həm teknoloji, həm hünər anlamına gəlir. Qarşı, yəni onun müqabilində, burada zidd anlamına gəlmir qarşı. Sayğılı olacaq, hörmətli olacaq. Əziz dostlar, 70-ci səhifəyə gəldik. 70-ci səhifədə yeni bir bəhs başlayır. Və gözəl bəhs başlayır. Bilmirəm ki, bunu türkçülüyün proqramı haqqında danışacaq. Yəni, buradan biz danışdıq türkçülüyün tarixi və vəziyyəti haqqında danışdıq ki, indiki durumu nədir? İndi türkün gələcəyə, türkçülüyün gələcəyə və bəşəriyyətə baxışı necədir? Yəni, keçəcək, tamam, biz dinimizi dəyişmişik tarixdə neçə dəfələr. Bir çox türk var, indi yəhudidir. İsrail Azərbaycanın yanında durmaq siyasi deyildi. Əlbəttə ki, dövləti olaraq siyasidir. Amma illəti o deyil. İlləti budur ki, türklərin bir çoxu yəhudidirlər. Yəhudi məzhəbdirlər. Və İsraildə, siyasətdə, iqtisadda çox böyük rolları var. Orduda çox böyük rolları var. Bunun üçün də görürük ki, bunlar Azərbaycana, Ermənistanın qarşısında Azərbaycana kömək çıxdılar. Bu türklərin, yəni biz türk olaraq bir iddəmiz müsəlman olmuşuq. Bir iddəmiz brainwash olaraq şiəliği keçmişik ki, farsların dinidir. İslam dini ilə ilgisi yoxdur. Farsların dinidir. Siyasi bir dindir. İslamın qarşısında. Bizim Konfüsiyus dinində də türklər var. Çoxlu türklər. Budayı dilində də var. Və müxtəlif dillərdə türklər var. Pəs türklük
bir əsasdır. Din amildir ki, ona əlavə olubdur. Qəbul eləmişik, tərdid eləyə bilər bu rahatlıqda. Yəni bir zaman Konfusiusun dinin qəbul eləmişik, bir zaman Budanın dinin qəbul eləmişik, bir zaman da Məhəmmədin dinin qəbul eləmişik. Sabahları da bu dinlərin heç birisini qəbul eləyə bildik ki, eləməyək. Bəs bu da, indi amma türkçülüyün gələcəyə nə baxışı nədir? İndi buradan bu üzə keçəcəyik, farslıqla müqayisəyə görək ki, farslığın gələcəyə düşüncəsi nədir? Əcəba farslıq kimi ki, cəhan vətənidir. Bizdə də cəhan vətəni yox. Cəhan vətəni mən. Dünya mənimdir. Belə bir düşüncəsi var türkün. Türkdə əlbəttə bilirsiniz, bir dənə gönül dünyası var. Yəni, türklər olan yerlər və türklərə məhəbbət olan yeri biz gönül dünyamız bilirik. Yəni, oranı biz çox özümüzə biganə bilmirik. Amma orada sahib bilmirik özümüzü. Bu çox ciddi bir bəhs olacaq. İkinci bölüm və görək ki, türkçülükdə faşizm var, Farsa kimi. Görək türkçülükdə şovinizm var. Buradan bunları danışdıq ki, yoxdur. Yəni, buradan bəlli oldu, gördük ki, tarixdə belə bir şey yox olubdur, olmayıbdır. Və pan-türkizm dediyimiz bir şey pan-farsizmin kimi deyil. Bunları biz yavaş-yavaş burada görəcəyik. Amma bu günləri bir dostumuz gəlibdi. Fərzad Həsən Nəmnəmənə Həsənzadə 77 adında ədəbsiz, ərkansız bir uşaqdır. Bəllidir, savadı yoxdur. Kitab oxumur, kitab oxumaq başarmır. Fikir eləyənmir, fikir eləmək başarmır. Mən umaram ki, gəlsin. Yəni, əvvəldə bir şeylər dedim, kəş deməyəydim. Amma dedim. Vaqiyyət budur ki, insanlar ağzını açanda həm tarixi milli kültürün göstərir, həm şuurun göstərir, həm inancın fəlsəfəsini göstərir, düşüncəsini göstərir, həm ailə tərbiyəsini göstərir. Və mütəəssifanə bu dostumuzda bunların heç birisi yoxdur. Yəni, bunların hamısı sıfırdan aşağıdır. Umaram ki, və bəllidir ki, adamın zehni doludur türk ziddi ilə. Çox sevinərəm ki, gələn 20-30 səfiyyə qonaq ola, gələ bura, söyüşünü də verə, otura burada. Və heç olmasa qulaqları taqqıl deyə. Bir taza bir sözlər eşidə, taza bir düşüncələr görə. Görə ki, buna türkçülüğü nə cür tanıtdırıblar. Doğrudan da, Fərzad, bir fikirləş də, sənə türkçülüğü, sənə kim deyib türkçü belədir? Hangi mənbəədən bunu oxumusan ki, tərəfsiz mənbəədən oxumusan ki, bu məsələn, ya türkçüdən, bir dənə türkçünün, hangi türkçünün kitabını oxumusan ki, oradan məsələn belə gəlmirsən ki, türkçülük savadsızlıqdır. Bəlkə ki, sən savadsızsan, özündən fikirlirsən müqayisə. Dədən nənəm savadsızdır, ədəbsizdir, mərifətsizdir, ailən, geçmişin, tarixin. Bəlkə oradan fikirsən türklər savadsız ya faşisti bir fikirlər vardı. Mən sizdən xahiş edirəm, gələsiniz. Oturun, gələn 30 səfəni də bizlə bərabər gedin. Əgər görsəz ki, bir dənə mən sizə pan-türküsünün kitabını oxuyacağım. Bir dənə türkçünün kitabını oxuram. Buradan da 59-ci oxuram. 59 dana da video qoymuşam Instagramda və YouTube'da. Eləyə bilərsiniz, baxasınız. Əgər sonunda bir kitabına fəqət və bu türkçülərin birincisidir. Başdan gələnlər, yəni başda 3-4 dana əvvəl türkçü vardı. Biri də budur. Əgər sən
Sonunda yetişdin bura ki, burada Türkist bir faşisti bir şeydi. Tamam, sən deyəni qəbul edərik, səninlə bərabər gedərik. Amma əgər sən bir kitab oxumamısan, bir tarix oxumamısan, bir 4 dana Farsın, 4 dana dalı qalmış, geri qalmış adamların sözü ilə bir ideolojiya yetişmisən, bir şeylə müxalifət edirsən, bilginən ki, müqəllidsən. Mən səni dəvət edirəm ki, müqəllid olma, oxu. Əgər türkü oxuyanmirsən, mən oxuram, gündə 1 saat və açıqlayıram. Harasını bəyənməsən yaz. Denən ki, bunu iştibah deyirsən. Orada yazırsan ki, besavaddır. Tamam, mən besavadam, mən iddia eləmirəm savadlıyam. Sən savadlısan, orada yazacaqsan ki, filan şeyi düz demədin, onu bu cürsi deyəcəksən. Mən də bunu axtarım. Mənim bir gözəl adətim var. Özümdən kiçik ya böyük adam. Əgər deyək ki, filan şeyi iştibah dedin, hətta deməsə ki, düzü nədir, axtarıram görüm ki, iştibah demişəm, yox. Özümdə bunu gözəl əxlaq bilirəm. Umarım ki, sənlə mənim dostluğum gələcəkdə o birisi dostlarımızdan da güclü olar. Gələsən, türkçülüğü tanımağa başlayasan. Bir, elmi bir kitab oxuyasan. Sadəcə sənin diqqəti nəzərə yetirmək istəyirəm ki, əziz dostum, əvvələn üzr istəyirəm, mən sənə o əksüləməli gərək göstərtməyim. O əksüləməli iş göstərtdim, ondan üzr istəyirəm. Amma sən bilmirəm savadın nə qədərdir. Nəzərimə gələn savadın çox aşağıdır. Amma əgər savadın varsa, hər nə qədər, ya yoxsa, əgər danışqaha getmirsən, gəl oturaq görək ki, yəni bu kitabı oxuyaq bərabər, buracan oxuduğumuza bir qulaq as. Gör İranda bir dənə kitab tapa bilərsən ki, bu kitabın cami-i şünasilərin hamısını deyirəm. Yəni təba-təbaidən tutun gedin ki, sonuncudur. Pan-İranist, pan-Fars, faşist, şovinistlərin başçısı indi. Oradan tutun gedin ta tarixə qədər. Gedin Ferdowsiyə qədər. Görün ki, bir cami-i şünasi, bir təhlil-i siyasi, təhlil-i ictimai, bu gözəllikdə və bu xülasədə hətta, ya hətta deyək ki, məsələn, oturub 10 cild kitab yazıb cami-i şünasi, görək ki, onlar yazılıb fars dilində ya yox. Yazılmayıb, soruşaq, niyə yazmayıblar? Çox gözəl olar. Bu sorulara bərabər oturaq cavab verək. Tamam. İndi mən bu bəhs üçün ciddi bəhs başlanır. Dil məsələsi gələcək. Burada türk dili məsələsi gələcəkdir. Türkün ağızları ya ləhcələri gələcəkdir. Gördüyüm qədər, yəni buradan görürəm. Bildiyiniz kimi mən də bu kitabı elə başlamışam oxuduğum üçün birinci dəfə yanlışlarımla, düzlüklərimlə oxuyuram və çalışıram ki, türkü oxumağı öyrəşəm 56 ildən sonra. Umaram ki, sizə də faydalı olsun. Mənə ki, çox faydalıdır. Bunu sabah oxuyaq. Yəni bu səfərdən buradan başlanan taza bir bəhs başlanır. Bunu sabahları oxuyarıq, görürük ki, nə olur. Sağ qalın, səlamət qalın. Görüşmək üzərə.